Salam izləyicilərimiz, xoş gördük sizlərin hər biriniz. Sizlər üçün binənin mərkəzində, asfalt yoldan 50 metr məsafədə, gözəl bir möhtəşəm, paket qubcalı həyət evinin inşallah çəkilişini sizlər üçün davam etdirəcək izləyicilərimiz. 3 sotdan artıq həyət sahəsi var izləyicilərimiz. Yerdən kürsülüdür, qarajıdır, 4 otaqdan ibarətdir. Aşağı mərtəbəsində əlavə olaraq inşallah otaqları ilə tanış olacağıq. Həyəti ilə tanış olaq, evin üz görünüşü ilə tanış olaq, keçən evimizin qaraj hissəsi ilə tanış olaq. Evimizin bu hissəsindən izləyicilərimiz təbii ki, yəni 3 dənə otaq, mətbəx, sanuzel qovşağına daxil olmaq mümkündür. Təbii ki, remontsuzdur. Yəni qaraj hissəsindən də ətraflı çəkək izləyicilərimiz, qaraj hissəsindən də evə, yəni bu hissəyə daxil olmaq mümkündür. İnşallah özünüz gəldiksə ətraflı baxış keçirəcəksiniz. Evimizin bir daha həyəti ilə tanış olağın, keçəyin sonunda evimizlə tanış olağın. Buyurun dəyərli izləyicilərimiz. Bəli, evimizin içərisinə daxil olduq. Yəni evimizin gözəlliyi həqiqətən də göz qarşısındadır izləyicilərimiz. Bir daha qeyd edirik, paket qubcalıdır, evimiz ipotekaya yararlıdır, qiymət 145 mindən deyilir. İnşallah gəlib sahibi ilə görüşüb qiymətindən razılaşmaq mümkündür. Burada yerləşir evimizin belə bir gözəl mətbəxi. Keçəcək inşallah otaqları ilə tanış olacaq. Otaqları ilə tanış olaq, sonunda evimizin zalı ilə tanış olacaq. Burada yerləşir yataq otağımız. İkinci bir yataq otağımızla tanış olaq. Əlaqə nömrələrimiz səhifədə qeyd olunmuşdur. Ətraflı məlumatlar üçün əlaqə saxlayın. Üçüncü bir yataq otağımız. Sanuzel qovşağı ilə tanış olduqdan sonra zalımızla tanış olacaq. Sanuzel qovşağı aksesuarları ev sahibi tərəfindən təhvil veriləcək. Keçən belə bir gözəl, möhtəşəm zalımızla tanış olaq. Bəli, zalımızla da tanış olduq. Allah alana da, satana da xeyir versin dəyərli izləyicilərimiz. Əlaqə nömrələrimiz səhifədə qeyd olunmuşdur. Yəni, görürsünüz, pusquya kimi verilibdir, təzyiqə kimi yoxlanılıbdır. Evin hər bir materialı, keyfiyyətli materiallardan istifadə olunmuşdur. Allah alana da, satana da xeyir versin, sağ olun. Var olun. Gələn video roliklərdə görüşənə də.